için yanırdı. Hele ondan bilmirdik ki bunu biz bir gün nece hasretiyle anarız. Dünya hele bizim için ağırdı. Minasına alışırdı, yanırdı. Özümüzü biz hamdan ağır, özümüzüne mehdever sanırdı. Mektep illeri, ömrümün en şirin duygu, gaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzu günleri. Mektep illeri, ömrümün en şirin duygu, gaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzu günleri. Hele onda bu dünyanın şerrinden, yalanından haberimiz yok idi. Gam güssemiz, kederimiz bir damcı. Hele onda sevincimiz çok idi. Yazılanı bir silgiyle bozmakta bizim için ne asandı ne asan. Habersizlik ömrümüze biz hele talih yazan bozulmayan yazıdan. Dünya hele bizim için Buyurun. Aziz dostlar, kardeşler, biz bugün bu köhne lakin çok möhteşem bir binanın karşısında toplaşmışız. Amin. Bu bina vaktiyle bundan evvel Şarikən Orta Məktebi olub. Biz de bu məktəbin məzunu 40 yıl bundan evvel bu binanı tərk eləmişik orta təhsillə beraber. Bu bina bizim için çok müqəddəsdir, məbədgah. Mən derim, mənim üçün şəxsən bu bina Məkkədir, Mədinədir. Məkkə, Mədinə adama titul verir. Hacı, Kərbəlayı. Lakin bu bizə verir elm, mədəniyyət, çörək verib nəhayət. Bu binanın sayesinde biz az çok indi kimi çok kimi az çöreğe sahip olmuşuz, işleri, uşaqlarımızı dolandırırıq. Şimdi biz bugün neye yarışmışıq? Bu binanın ziyaretine. Nəhayət 40 yıldan sonra, bir daha 25 yılda yarışmışıq. 25'te yok. Bugün 40 yıldan sonra yarışmışıq. Bu ziyaretgahı, bizim için olan müqəddəs ziyaretgahın ziyaretine yarışmışıq. Şimdi aslında fikirləşin, 51 yıl bundan qabaq biz gəlmişik bu məktəbə. Bəzilərimiz, siz sonradan qoşulmuşsunuz bizə. O gələndə Sabir müəllim nətər gəlmişdi. Hamımız ayağı çaraqlayıb, çoxu. Bəzi imkanlar var idi, şalvarı yamaqlı. Mənim başında yaralar da vardı, o şort kimi bir aşı süsmüşlər başında. Elə gülünc vəziyyətdə gəldi. Nəhayət buranı qutaranda isə Kamil, o İvallah müəllim tədbirini edilsək, həyat vəsiqəsi bizə verdi. Getdi gün üstü qutardı, gəldi. Şimdi o illerden çok vaxt keçib. İndi maşallah hamı boynu qarışdırmış, səliqəli, kostyumda yığışmış bura. Sinif rəhbərimiz o vaxt dəyişməz sinif rəhbərimiz olub son illərdə. Hacı Mehtaban Dənziyev hacıdır başda. Çok şükür ki yenə də bizlə bir sıradadır. Biz de ondan indi işləyirik. Bu çox fərəhli bir haldır. Çıraq müəllim, Fransız dili müəllimdir, öz rayonunda məşhur müəllimdir. Fransızca mükəmməl danışır. Sabir müəllim, bilirsiniz de bu da bizim aksakalımızdır. Onsuz hiçbir şey tədbir keçmir. Təşkilatçı. Bu işin təşkilatçısı da Təşkilatçı da. Cabir doktor, loğman, cərrah, tibb elmində olmayan nailiyyətlər qalmıyor, qazansın. Özü də indi bu zarafatdır, amma gerçəyə keçəndəki Cabir müəllim bizim zona üçün böyük bir dayaqdır.
Her bir müşkül işi bizi düzeltir. Yüzlərlə adamın çörək sahibi idi. Bunu Bəli, ardın sağ ol. demirəm, hamı aydındır nədir. Əlisin müəllim kəndimizin ağsaqqalıdır, icra nümayəndəsidir. İndi sözü rayonda gedəndə, ən azı rayonda sözü yeriyən adamdır, el ağsaqqalıdır, onu hər yerdə tanırlar. Əmirxan dostumuzdur, sinif yoldaşımızdır. Bir ayağı Bakıdadır, bir ayağı Andırmadadır, heç birini unutmur. Gəldədir, ali təhsilli müəllimdir. İki ev yola verir. Biz o vaxt 40 il bundan əvvəl 14 nəfər 11-ci sinif qutarmışıq. 14 nəfərin bir qrupu buradadır. Qalanları isə bəziləri üzürlü səbəbə görə, bəziləri üzürsüz səbəbə görə, bəziləri yolda da oradan gələn var. Gəlib çıxacaqlar burada, o da maşın gəlir oradan. İştirak eləmir. Əfsus olsun ki, bizlə Volga. Erxan. birinci sinifdə 11-ci sinifə qədər bizlə demək olar ki, 50-yə qədər uşağımı hesablamışam. 50-yə qədər uşaq oxuyur. Bəli, bəli. Sinifdə qalanı bizdən oxuyan. İndi bu Yavaş yavaş 11 il ərzində ərə gedəni olub, dünyasını dəyişəni olub, rəhmətli Nəzmi var, dünyasını dəyişdi. var. Sonradan qoşulanlar olub, siz doktor. Əmirxan da desən 4-cü sinifdən gəldi. Ən Bizdə nəhayət Yaşar. biz 11-ci sinifi 14 nəfər qutardıq. İndi paralel aldı ki, bu məktəbin tarixində desən yeganə hadisədir ki, hamısı 14 nəfərin hamısı ali təhsil alıb. 15 Hamısı. nəfərdə Gəncəli mənim. Xanları da deyir. Aşağı çiğ gedir. Onlar bir il ayrıldı. Bir il ayrıldı bizdən. Hamımız ali təhsil almış. İndi bir qız bizlə qutardı. Çoxlu qızlar oxudu, hamısı getdi. Rəhmətli Balanaz idi. Bu da dünyasını dəyişir. Haqq dünyasından indi faciəli sürətlə həlak oldu. Bəli. Allah ruhu şad etsin. Allah rəhmət etsin. Allah rəhmət Məqsədimiz var ki, bundan buradan indi gedib onun məzarını ziyarət edəcəyik. Hacı da bizləndir. Ondan sonra tədbirimizi davam edəcəyik. Məqsədimiz budur. İndi bugün bir növ bayramdır. Bəli. Sizin hamınızı bayram münasibətilə təbrik edirəm. Sağ ol. Gələcək işlərinizdə uğurlar, Sağ ol. xoşbəxtlik, ailə həyatınız gələcək işlərdə hamısında səadət. Sağ ol. Sağ olun. Sağ ol. Çama bak Hacı Sıkalyan ihtiyaç var. Hacı Bir iki kəlmə desin də yaşlı. hem Hacı Sözü verən sinif ağsaqqalımız, sinif rəhbərimiz Hacı Məhsəlan. Ona nəsihət edir. Mən bir anlığa 40 il bundan qabaqki dövrə qayıdıram. 40 il kiçik ömür deyil. 40 il bundan qabaq mən sizi sinifdə müxtəlif tədbirlərlə işlədib, bir-birinə o qədər mehriban eləmişdim. Mənim yadımdan bu 40 ildə heç çıxmır bu. Deyim sizə, mən bir 20 sinifin rəhbəri olmuşam bu məktəbdə, bu ziyarətgahda. Gəncəli müəllim demişkən. Bu 20 ildə olan sinif rəhbərliyim, amma sizin üzünüzdə olmasın, mənim ürəyimə yapışan, necə deyərlər, tam şəkildə fikrimdə qalan ancaq sizin 40 il bundan qabaq buraxılışır. Mən buraxılış dövründə yadınızda olar, belə bir söz işlətdim. Dedim ki, sizin 14 nəfərin 14-ündən də ali təhsil gözləyirəm. Və siz də mənə söz verdiniz ki, bəli, biz gedib məktəbə daxil olarıq, ali təhsil alarıq. Gördüm ki, mənim o sözümün bəhrəsi oldu, mən necə sevinməyim. Mən necə sevinməyim. Və bugün kimi mənim üçün sevinç olan bir gün yoxdur. Çok sağ ol. Ona görə sevinirəm ki, birinci 14 nəfərin 14-ü də ali təhsillidir. Bunlardan 7-si bilirik ki, maarif sisteminə getdi. 7-si maarif sisteminə. 4-ü, 3-ü onlardan deməli həkimliyə, tibb elminə tərəf getdi. 2 nəfər müxtəlif sahalara getdi. Deməli bizim 14 nəfərin hamısı, mən görürəm ki, hamısı ali təhsil aldı və onların iş dövründə də elə bir vəziyyəti sayılıb seçilən yoldaşlar oldular. İndi mən qayıdıram 40 il bu yana. Bu yana qaydanda görürəm ki, sizin hərəkətlərinizi, sizin işinizi, hərəsi bir sahada, o vaxtı hamısı cavan uşaqlar idi. Deməli, 18 yaşınız var idi, mənim isə 30 yaşım var idi həmin günü. İndi mən fərəqlənirəm, mənim 70 yaşım var, sizin 58 yaşınız var. 70 yaşda mən elə hiss edirəm ki, mən gümrah bir adam kimi, siz məni sevindirmişsiniz, açıq deyim. Nəinki siz, mən bir faktı da sizə deyim,
Bu 40 ildə bunu açmamışam, amma bugün onu açmalıyam. Sizin yadınızda olar, sizin hər biriniz o birinin üstündə nəzarətçidir. Ona görə, məsələn, indi bəlkə yadınıza düşür, ona görə də sinifdə intizam, qayda, qanun, mən sizə deyim, hələ indiyə qədər elə bir sinif mənə rast gəlmir. Həm gümrah, Hacı, buyur burada. həm işgüzar, həm necə deyərlər, bütün məktəbdə yeganə görünən bir sinif idi. Sizin yadınızda olar. Peki bu bir de şikilen demeye ne bir de kerem. Mən nəyi deyərdim? Arzum o dövrdə o olub ki, Hoşum ben mənim deyərdim. şagirdlərimin hamısı ali təhsil alsın, hərəsi bir yerdə işləsin, hərəsi bir ailə sahibi olsun və ona da nail olduq. Gördük ki, hamısının nəvəsi var. Hətta indi nəticə içində çalışırlar, inşallah sizə qismət olar Allahın köməkliyi ilə. Mənim yeganə bir arzum da olub, mən sizə deyim, ürək arzum olub ki, mən Allah evini gərək ziyarət edəyəm. O çoxdankı arzum olub, hələlik o həyata keçmirdi. Allah evini ziyarət eləmək üçün, deməli, halal zəhmətimlə bu məqsəd üçün fikirləşmişəm. Allah evinin ziyarətini mən edəndə, mən sizə açıq deyim, sizə Allah qismət eləyəcək inşallah. Kimin ürəyində Allah məhəbbəti yüksək dərəcədə oldu, o hökmən Allah evini ziyarət edəcək. Mən sizə açıq deyim, Allah evini ziyarət edəndən sonra o insanda o boyda dəyişiklik olur ki, o özü də hiss eləmir. Mən həmin adamı bildim, indi yoxsa başqa adamım. Bu, Allah evinin ziyarəti çox böyük ziyarətgahdır. Elm sahəsi başqadır. Elm sahəsində, Quranda da yazılıb gəlir, elm sahəsində gedəsən, elmin axırına qədər. Misal üçün, bizim bu 14 nəfərdən polkovnik ünvaniyasına qalxan var. Məsələn, tibb elmləri namizadlığına qalxan var. Öz sahəsində yüksək dərəcədə müəllimliyə layiq olan var. Deməli, bütün sahalarda bizdə görürük ki, elm sahəsində yüksək dərəcə var. Seçilib sayılan yoldaşlardır bu 14 nəfərdən, amma bir nəfəri bilirik ki, deməli, faciəli sürətdə uşağı ilə bir yerdə o şəhid oldu. Onun o şəhidliyi xatirinə biz onu bir dəqiqəlik yad edirik. Baxın görün, Allah rəhmət eləsin. Gedər, orada gedər. baxın görün, bir nəfər elmlər namizədi, özdə tibb elmləri namizədi. Qısa bir dövrdə o tibb elmləri namizədi oldu. Ola bilər indi o doktor idi, indi ola bilər ən yüksək bir həkim idi. Amma Allah Taala onu qismət eləmədi. Allah onu rəhmət eləsin. Mən sizdən bundan sonra nə gözləyirəm? Mən onu deyim açıq, bizim dövrümüz müəyyən qədər üçüncü pillədəyik. Bu Allahın işidir, onu bilmək olmaz. Heç kim onu deyə bilməz, nə cür olar. Mən arzu eləyərəm ki, siz bu səhətinizlə, bu gümrahlığınızla, bu hörmətinizlə biraz da yüksək səviyyələrə qalxasınız. Sizin adı-sanınız biraz da yüksəklərə qalsın. Sağ ol. Allah Taala eləsin, hamınız sağlam. Elə böyüyəsiniz ki, yaddan da çıxartmayasınız ki, Allah evini də gələ ziyarət edəsən. İnşallah sizin həmin dövrünüz çatır. Başım, inşallah. İnşallah. Sağ olun, salamat olun. Özə şagirdi bilir. Buyur Gəzər müəllim, bu məktəb barədə biraz. İndi bu məktəb Qarabağ şəhidi Zamir Atakişioğlu Tağıyev adını daşıyır. Qarabağda Azərbaycan torpaqları uğrunda müharibədə şəhid olub. Allah onu rəhmət eləsin. Allah rəhmət eləsin. Profilini dəyişdi, musiqi məktəbidir. Profil dəyişib onun adına musiqi məktəbidir. Musiqi məktəbi olmasına baxmayaraq bizim üçün bu orta məktəb, elə oxuduğumuz orta məktəbdir. Bundan sonra nə qədər təzəsi tikilsə də bizimki budur. Bəli. Bizim ziyarətgahımız budur. Buranı ziyarət indi Allah ömür versə, ömür vəfa eləsə hər 5 ildən bir. Biz buradayıq, hər il gələrik. Biz zadə olan başları da 5 ildən bir səbəbdir. Məktəbin direktoru da bu kişidir. Ha da Ərman bəy musiqi məktəbinin direktorudur, estafeti davam edir. İndi bizim sinifləri korlamısan biraz. Yenə də
faydaya salır. Yoldaşlar tam. Ha. Buyur. Salam doğma məktəb. Ey ana məktəb. Salam doğma məktəb, Biz də xoş gəlmişik. yeganə bina, bizim çörə ağacımız, bizim gələcəyimizi o başdan 40 il bundan əvvəl verən bu möhtəşəm binaya salamlar olsun. Bu binanın o vaxtda bizə rəhbərlik edən möhtəşəm əlinə salam olsun. Bizim hörmətli, çox bilikli, çox təşkilatçı Güləğay müəllimin qəlbi, onun qəbri nur ilə dolsun. Onun zəhməti olduqca çox olub. O təşkil edərdi müəllimləri, sinif rəhbərləri, özü və mavini. Hər saatda bir müəllim bir məktəbdə sinifdə əyləşərdi. Və çıxan kimi təhlil edərdi ki, nöqsan nədir, oxuyan şagird nədir, əlaçı nədir, oxumayan nədir. Və rəqabət təşkil edərdi, aktiv rəqabət, müsbət rəqabət və uşaqlar ona görə hamı əlaçı idi. Yaxşı da qutardıq və biz də çalışırıq ki, onunla, o özü olmasa da, onun övladlarına, onun ailədə yaşayan, evdə yaşayan ailəsinə həmişə mənim hörmətim olub. Çox sağ ol. Heç yaddan çıxmır. Çox sağ olun. Bir sual verim sizə. Kimdir birinci sinifimiz hansıdır? Birinci sınıfta kırmızı. 11-ci sinifdə o. 11. sınıfta ha. Sen o Birinci sinifimiz olur bura. Nərman müəllimin iş kabinetidir. Burada Sarad Mirzəyev bizim üçün tütək çalarımızdadır. Hacısı Şahadan Mirzəyev Hacısı başına dəyirdi. İçəri girək. Nərman müəllim gələ verirsə. Hacı gel. Ama 8'i Konuş da var. Hacı koy bunu. Hacı kes. Var. bu. Amra bu yapılır. Doktor. Mاشین خبر بسته. جونی در بابا. Şuralarımıza da başlıyor. Birinci sinifimizdir. Nə tərəfə əsasında gəlmişik. Çillər yadındadır. Mənim yadım Mirzə Saradır. Qardaş mən ona tütək çaldırardı burada. Məstəgül idi. Məstəgül ikinci siniflərində. Benim bu sınıfta yaşça en küçüğü benim. Yadca geldim. En balacası. Bəli, en balacası ben olmuşum sınıfta. Beni Sənan Axundov gətirib. Said Əmir əmi gildə qalırdı, dedi sinifdə uşaq çatmır, nə idisə məni gətirdi bura, mənim yadımdadır. Qardaş müəllim bizə dərs deyirdi. Əmirxanla Cabir olmayıb, bizə bu sinifdə dərs deyib. Və məni güclə gətirdi, sonra birinci sinifi qutaranda yadınıza gələr. Biz Azərbaycan Respublikasının dövlət himnini deyəndə qardaş müəllim bizə hədiyyələr verdi, ilin axırında. Yadınıza gələr, Sənan müəllim də gəldi burada bizə, bu sinifdə. Saran müəllim verər. Sənan müəllim. Yumurta əhvalatını danışa bilərsən. Onu sonra edərik, sonra. Yox, onu mən Elə bu kabinetdə onu mən deyə bilmərəm. Hala gözləyə bəlkə gəlir. Çıra. Hala gözləyə bəlkə Bəlkə gəldi, Gəlmədi. onun iştirakı ilə deyək. Onun iştirakı. Burada deməli pəncərə var idi. Orada tərəfdə bina yox idi. Düzdür, tamam. Bizlə oturmuşdu, nəsə Əlsin müəllimin əmsi oğlu Əlhədərlə bizlə oxuyur. Deməli qış fəslidir. Elə qəşəng, belə xudmani qar yağır. Nəsə qardaş müəllim bundan sonrası deyir, əldən nə yağır? Yadındadır, deyir, qapqa yağır. Qapqa yağır. Məzəli əhvalatlar çox olur, nəysə. Allah hamıya can sağ olun. Yaxşı, belə edək də, bəlkə Ağaz müəllim də gəlir. Əvvəl gəldi. Ha da gəlir. Bu sinif, indi bilmirəm içində nə var, nə yox. Nərman müəllim sıxladı desə. Müşkü alatlar var. Ya açma lazımdır. Islat değil yok. 11-ci sinifdə 10-11-də. Bəli, həm 10-11. Bu sinifdə oxumuşuq. Burada bir dənə şərəf lövhəsi olardı. O lövhə daimi bizdə idi. Qabaqcı sinif, Teredava klas yazır. Qabaqcı sinif üçün təsis olunmuş lövhə idi. Şüşədə belə qəşəng idi. Rəngi də qırmızı. Keçici idi. Biz heç kimə vermədik. Məktəbi qutardı sonra Bəli, burada sinifdə qaldı.
14 nəfər bu sinifdə oxumuşuq, 11-ci sinifi. Valla benim tabirincə desen ne de diyor? 14 Cahangir'in 14 pəncəsi. Müəllimləri də yaxşı cəhətlər xatırlamaq lazımdır. İndi zarafat söz yerində. Müəllimlər sağ olsun. Biz müəllimlər sahəsində bu mərhələyə çatmışıq. Bəli, Boş divar bizə yenə savaz verən müəllimlər sağ olsunlar müəllimlər. Minnətdarım onlara. İndi bundan sonra nə məsləhət bilirsiniz, məsləhət Bir şey istəyə bilərsiniz, mən sizə neçə dəqiqə dərs verəcəm? Demirsən, Demirsən biz. bizdən sorğu aparmışsan özdən, Ərvan müəllim. Kim hansı sahəyə gedəcək, yadındadır o? Bəli, axırında. Ben yaşlı suallar verərdik, cavab verərdik. Erman müəllim, siz o dersi bize verməsəydiniz, indi bəlkə biz alim idik. 15-16 dəqiqə körlədik. Rahmetli Xanbala müəllim bir defa tarih dersinde geldi bize. Kiminse hatırında. Uşaqlar başladı dersi koymadılar buna danışmaya. Başladılar buna ardıcı suallar vermeye. O sual var ki ona yağdırdılar. Rahmetli çok savadlı, böyle her taraflı hazırlıklı adam. O hiç dayanmadan bütün suallara cevap verirdi. Deyir, Əhsən belə sinifə. Mən deyir, belə şagirlərə az rast gəlmişim. Yaxşı, sağ olasın. Selam. Şey, Koratanın ne gündəni bu? Ama indirəcək bu nə? Maaşı başı kadavın işi. Yerine bilmeyen adamlar da var. Ha, çok sağ olun Nariman müəllim, salamat ol. Allah sizden Əziyyət bir verdik. əziyyət verdik. Canı sen, canı bizim. Yaratı almış. Ay Allah. Hoş gördük, hoş gördük. Hoş geldiniz. Şeyler, bu yoldaşı çek. Gadi de bu. Sevimliyim ha. Kliçka ilə də yoldaş. Orta məktəbdə sizə nə demişik? Həmin adda təkrar olunmalıdır. Bu yoldaş da Qosmalyan kənd icra nümayəndəsidir, oranın ağsaqqalıdır, oranın böyüyüdür. Hörmətli yoldaşdır, rayonda, respublikada tanınmış adamdır. Çok hoş geldin. Çok hoş gelmişsiniz Orxan müəllim. Hoş gəlmisiniz. En büyük arzumuz oydu ki siz bu qadi ilə bir yerdə bugün bizim məclisə iştirak edirsiniz. Sağ olun. Hörmətli əmirim. Biraz daha hayırlı. Keçək içeri. Güzel. Ama bana ne gelmişsiniz? Biz bu neçəli Ben bilmem. bu rayona çıktı. Rayonda nə işiniz var? Biz orada da seni gelip. Vallahi. Kesop. Ham. عليكم يا أهل الغرور والمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات بحق آيات القرآن بحق سورة المباركة الفاتحة اللهم صل على محمد. بسم الله الرحمن الرحيم الحمد لله الرحمن الرحيم مالك يوم الدين صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له جميعا Cemiyen. Allah sizi rahmet Kendi ama babam mutlaka size vallahi zor var. böyle dairevi kalan etrafında. Allah rahmet eylesin.
على الوجود والمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات بحق آيات القرآن بحق سورة المباركة الفاتحة مع الصلاة. اللهم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا İlahi. İlahi rahmetullahi. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah seni rahmet eylesin. Allah Şimdi babama geldi. Ortalığı ne kalmış? Hamımızın bildiğimiz gibi bu boşanmalar sinif yoldaşımız, bacımız, qohumumuz, elimizin fəxri, Rıdd olsun. həkim, tibb elmlər namizədi Balanaz Kəlbi və onun qızı Mirey və Günanın məzarlarıdır. Allah rahmet Bildiyiniz kimi 92-ci ildə onlar ana bala şəhid olurlar. Biz də bir sinif yoldaşı kimi o vaisləri nə axtarmışıq, nə maraqlanmışıq, o da bizim qüsurumuzdur. İntəsi Allah elələrinin cəzasını verir. Allah verir. Ən yaxşı cəza Allahın cəzasıdır. Bizim də əlimizdən nə gəlir? Bizim əlimizdən onu deyək ki, Allah onlara rəhmət etsin, qəbirləri nurla dolsun. Daimi xatirimizdə qalacaq. Mən onun haqqında bir sinif rəhbəri kimi 40 il bundan qabaqki bir dövrə qayıdım. O qədər cəsarətli, qeyrətli qız idi bu. Şahidlər hamısı buradadır. O hamısı ilə elə bilirəm ki, bərabər bir kişi sifəti kimi hərəkət edirdi, dərsdə bəlkə də hamısından da üstün idi. O qədər qeyrətli idi. Getdi elmlər namizədi qısa müddətdə oldu. Deməli, tibb elmləri namizədi oldu. Bəlkə indi o akademik idi. O qədər qüvvətli, o qədər cəsarətli. Bəli. Ha, onu da hazır etmişdi. İndi ən böyük bir elm xadimi idi. Allah Taala vaxtsız apardı onu. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Dünyanın işidir, belə hadisələr də olur. Olur, bəli. Dünya rəhmət. Axır qəmimiz olsun. Allah sizin canınızı sağ eləsin. Sizi Allah bir-birinə mehriban eləsin. Bir-birinin qolundan tutasınız həmişə. Bir-birinizi qabağa çəkməyə çalışasınız. Mənim arzum, mənim ürəyimdən keçən budur. Çox sağ olun. Çox sağ olun. Allah sizə can sağlığı versin. Vallahi mən də bir kəlmə söz deyim. Çünki bir yerdə, bir ildə biz inişdə qəbul olmuşuq. Özdə o bir qiymətlə, bir ala qiymətlə inişə daxil oldu. O qədər də istedad var idi. Yaxşı da inişli qutardı. Qutaran ilə aspiranturaya və 3 ilə müdafiə elədi. O qısa bir müddətdə demək olar ki, Bakı şəhəri bütün cəmaət onu tanıyırdı. Bütün xəstələrin, ağır xəstələrin müalicəsinə o cavabı daşıyırdı. Demək olar ki, onun itkisi Bakının yarısının itkisi qəminə səbəb oldu. Şəxsən Çermet əhəli, Bini əhəli, bizim Talış uşaqları, bizim ağsaqqallar, Lerik cəmaatı. Lerik cəmaatı. Allah hamısının hər kəsin evində həmin gün matam idi, həmin gün yas idi. Necə o baş əyirdilər onun qəbrinə, onun məzarına, bunu mən şahid idim, mən də buradaydım. Nəysə Allah əlimizdən aldı, onu öldürənə Allah öz cəzasını verəcək inşallah. Allah versin ben. O bizim itkimizdir, Allah onu rəhmət eləsin. Qəbrin nurla dolsun. Allah sizə can sağlığı versin inşallah. Belə həyatda olan hadisələrdir. Gərək bunlara çox həddindən artıq uyumayasan. İnşallah gələcəyimiz daha yaxşı olar, daha parlaq olar. Allah onu qəni-qəni rəhmət etsin. Allah rəhmət eləsin. Birləşim əlimi çəkirsə. Ali bir de bilir. Birləşim əlimi çək, əlimi çək. Rəhməti güləsəni çək. Hələ bunları hamısını çəksən daha yaxşı. Bu böyük bir tarixdir.
O zamanlara bak görüyor. Yalanlar şimdi Allah'ın maslahətidir. Bir de Elşan Təbii qanundur, həyatın qanunudur. Şəhidlər. Deməli bizdə Çayırı kəndində bilməlisiniz ki, əsasən 4 şəhidimiz var. Bayaq musiqi məktəbi onun adınadır, Tağır Cami. Deməli, Mübariz Musaoğlu Ziyadov, Aşağı Çayırı kənd məktəbi onun adınadır. Elşən Səfərov, Çayırı Orta məktəbi onun adınadır. Bir də bu oğlan Seyfullah Qabil. Əskeri xidmətdə xəstəlik tapıb, o da şəhid simasında, deməli bu şəhidlərin yanında uyuyur. Bunlar dördü də bizim kəndin seçmə oğulları olub, Allah onlara qəni-qəni rəhmət eləsin. Bugün bizim bu gözəl tədbirimizdə, yəni son zəngin 40 illik münasibətində bu şəhidlər məzarını ziyarət eləmək bizim müqəddəs amalımız olub, gəlib bunlara da baş çəkmişik. Çünki rəhmətli Balanazın qəbrinə ziyarət eləyəndən sonra bunlara dəyməmək günah olardı. Allah rəhmət eləsin. Allah rəhmət. Allah rəhmət. Qəbirlərini nurladır. Qəbirləri nurladır. Səfət. Yayındırır. Yanvarın 20'sine hesaplamıştı yoksa 20'sinden de. Ada yanvardan öyle. Demek yanvarı çiçeklerim. Yanvarı. Sonra ne var istiyor? Ne var? Bu ülkede ben 30'larda yerim. Kufağı verin getirin. Siyah istedi. Ben burası yazdım. Ne ha? Ama kim uçtu? Efendim halim bizim sahadır. Ben Torba bölgesine geldim. Gelin hele gelin. Aşağı gel lan. Hadi iyi bak. Çok istemeyden. Çok istemeyden. Çok istemeydendi. Yine aksakallar. Gəlin, yaxına gəlin. Aşağı düşe. Ha aşağı düşer çoğula kadar oğlan oradan o bilyonun sahası düşe var. Kendini yakşı yerine satın. Cancalini yerde bu taraf. Cümleni veren kim bu adam getir cümleni. Ha gelirsen ay Çok uşak hansı da yerin hansı da. Bir de bu taraf. Homsi Cancalini. Şaşan yerden. Buyur. Bayağı biraz çəkilişimiz oldu. Sonradan 2 nəfər şərəfli, hörmətli qonağımız gəlib. Bir nəfər də var, Hüsnə var, 3 nəfər. Ne o da gelin. Etiram müəllimlə Vasil müəllim. Onlar Sovet hökumət dövründə vacib dövlət işlərində işləyirlər. Halsız bir hökumət ləğv olundu. İndi də biznes sahasında çalışırlar. Onlara xeyir versin, işləri uğurlu olsun. Həm də etiram Sabir müəllimin 1-ci sinif şagirdi. Elədir Sabir? Ona öyle inkişaf edilir. Eşitdiyimə görə elədir. Ona öyle inkişaf Vasil də ki bizim Eşitdiyinə görə qohumuz dəqiq Əlisin həmşə oğludur, bizim gibi nəvəsidir. Çox hörmətli adamdır, Bakıda tanınmış adamlardır. Eşitdiyimə görə kim onların yanına gedir, əllərindən nə gəlir, əsirgəmirlər. Çoxlarına kömək olurlar, dayaq olurlar, bundan sonra da olacaqlar. Çox xoş gəliblər, bizi sahib, bizi təbrik eləməyə gəliblər, elədir, mən bilən elədir. Bəli. Çok sağ Onlara ol. təşəkkür edək. Sağ olun. Çox sağ olun. Teşekkür. Mənim sözüm bu qədər. İndi əlavə qonaq da gəldi. Bu da Şenar da bizim qohumumuz, Zahmet çekin. qonşunun qaynatasıdır. Bu təsərrüfat, bu saha haqqında bir balaca məlumat. Təsərrüfat mən aqronom deyiləm, bura. Biyoni sahası adlanır. Aranım değilse o boyda mişebilini de gör. Orada yalancı açarsın. Rahmetli Kiyab'ın mülkü bu taraftaymış. Ben yalanlar dedim oranın değil. Bu da Biyoni mülkü. Sınağa nədir, uzaqda qalır. Bir balaca yaxın gəl, mən də bir-iki sözü deyim. Buyurun, tamam, buyurun. Vasif demək olar ki, mənim qardaşımın oğludur. Çünki rəhmətlik Məhrəməli ilə mən o qədər yaxın olmuşam.
Mən onu Arifdən heç ayırmaram. Çox sağ ol. Eyni zamanda ehtiramı elə bilirəm Arif gəlib yanımdadır. Məsələn, hiss eləmirəm ki, Arif yoxdur burada. Bu başqa məna daşımasın. Yəni, bu ögey özgəlik eləmirəm. İkisinin də xətrin. Hüseyin ağa mənlə qabaqki dostdur. İndi deyil, çoxdandır. Bunların hər ikisinə can sağlığı arzu edirəm. Arzu edirəm ki, onlar biraz da inkişaf eləsinlər. Onların alqolu daha artsın, uzaqlaşsın. Biraz da onlar hər bir adama dayaq olsunlar. Mənim arzum odur. Allah onlara can sağlığı versin. Bu kollektivin adını biraz da qaldırsınlar. Zonanın adını biraz da yüksəklərə qaldırsınlar. Allah hər ikisinə can sağlığı versin. Çox sağ olun. Bütün kollektivə mehribançılıq, can sağlığı arzu edirəm. Elxan müəllim də bizim ən əziz qonaqlardandır. Allah ona kömək olsun. Bundan sonra o gediş-gəliş daha da artsın. Bu birinci olmasın, axırıncı da olmasın. Elə olsun ki, bu gediş-gəliş. Elxan müəllim, qadi siz də gələ bilərsiniz. İnşallah. Sizin sözlə bir mən qüvvət verin. Bəli. Demək bizim tarixən böyüklərimiz də, babalarımız, atalarımız bu kənddən bağlı adamlar olub. Zuvan, Çayrut elə biz-birini eyni vəziyyət. Elə məhvum. Oradan bu məclisdə mən Əlisən müəllim bizi bu məclisə dəvət edəndə mən o qədər sevindim ki, bu məzunları soruşdum kimlərdir, gördüm hamısını mən tanıyıram. Hamısını tanıyıram, doktordur, müəllimlər hamısı, bir müəllimcik. Şəxsən məsələn o qonağı siz təqdim edəndə mən işləndə ki o Məhrəməli əminin oğludur, Allah ona rəhmət eləsin, qəni-qəni rəhmət eləsin. Mən bu gün indi icra nümayəndəsi bir neçə dövrdə işlər kimi dövrdəm, Allah ona rəhmət eləsin deyə Əlisən müəllim. O kişinin mənə verdiyi o tövsiyələr, o məsləhətlər indi də qulağımdadır. Bir söhbəti vardı, rayon icra komitəsinin sədri, onda biraz planlar var idi. Mənə dedi, qardaş oğlu, atamla yaxşı münasibətləri var olub vaxt ikən. Deyərdi ki, həmişə gözlərsən, mən çıxış eləyərəm, mənim sözüm qutarandan sonra özü üçün bir Nəticə çıxarıb sonra söz deyərsən. İstiqamət, bir istiqamət. Məsələn, mən o şəxsiyyəti özümə bir ideal insan qəbul etmişdim o dövrdə. Allah ona qəni-qəni rəhmət eləsin. Allah məzunlara uzun ömür qismət eləsin, can sağlığı. Qəsdən bu tədbirin iştirakçılarına, həmkarım Əlisən müəllimə, doktora, Sabir müəllimə, bütün yoldaşlara, qardaşımız ehtiram tutur. Əmioğlu, üzr istəyirəm. Sizin sözünüzdə qüvvət. Mən deyərdim ki, nə ki sizə istiqamət verən Məhrəməli Xaloğlu bizdə Xaloğludur. O lirikə gələndə həmişə mənə dəyərdi. Allahım, gəlib də söhbət eləyərdi. Hansı həkimə getmək, nə iş görmək lazım, mən onu aparardım. Və rayonda baş həkim olan dövrədə həmişə gəlib deyərdi ki, rəhbərlik budur, budur, budur. Bu forma işləməlisən. Bu forma mövqini saxlamalısan. Mən onu bir axsaqqaq kimi bilirdim. Hətta bir dəfə mən Bakıya onunla elə oldu ki, təsadüfi oldu. O da eyni müddətdə almışmış. Bütövqə mən də düşdük sanatoriyaya, elə Xaloğlu, iki Xaloğlu gəlirdi. Orada da görərdim, cavan kimi cavan, uşaq kimi uşaq münasibəti, böyük kimi böyük münasibəti. Elə axsaqqallıqla sözləri deyərdi, elə nəsihətli sözlər deyərdi. Adam deyərdi ki, nə isə mən ondan uzaqlaşsam bir şey itirərəm. Və yaxud bir cəza, bir dənə yaxud cəza alaram və yaxud bir dənə səhv buraxaram. Bu forma idi. Ona görə Allah onu rəhmət eləsin. Elə mənim bacıoğlum da həm də bacıoğlu deyirəm, o xaloğludur, o da xala nəvədir. Ehtiram da, ehtiramın yanına getmişəm. Onun təmiz, həliqəli, o mağazaya girmişəm. Allah'ın üçün elə yoldaşımla üzr istəyər getmişəm. Yaxınlaşıb bir üçün çay, o bir və ilə axır evə dəvət eləmək. Mən deyərdim, bir də o gəlsin, düşüb buraya, Anzuliyə gəlsin, mən də onun xidmətinə dönüyorum. Allah'ın qardaş canına. Bu asan şeydir, orada bir problem. İnşallah. Qaldı ki, əmioğlu, siz bilirsiniz, mən lirikə gələndə o vaxt ev eşiyi yox idi. Qüşəmi eşitmişdi ki, mən Eyninin oğlu gəlmişəm, özü gəldi, dedi, mən evi heç kimə verməmişəm burada. Evi verdi, dedi, özə kirayəsiz, zatsız ha. Sən bu evdə əyləşərsən, doğma evin kimidir. Məhsat olsa, laf daimi verirəm sənə. Gələrdi, lirikə gələndə günortəni bizdə yərdi. O evimizə vaxtilə gəlib, bizim Bozdoğan'a onun əli, hörməti çox olub. Çünki o vaxtı Allah rəhmət eləsin, hökumət adamı olub, bizə təmiz adam olub. Həm də bunların, bu kəndin inkişafına, bunların
Hükümet gələcəkdə işləməyə, dövlət içində işləməyə onun əli uzun olub köməklik eləyir. Çox söhbətlər eləyərdi. Mən ona da deyərəm, qəni bəli, çox, Allah rəhmət eləsin. Belə Ağayev şəxsən onu çağırardı ki, əyləşərdi, Ağayev kimi katib az olardı da. Onunla da söhbətləşərdi, məqsəd olardı. Mən də Ağayevlə dostum, şəxsi həkim idim. Evdə də, otaqda da əyləşərdi, söhbət eləyərdi. Dahiyana kişi idi, elə İslam təbiətli, belə yaxşı siyasətçi kişi idi. Allah onu rəhmət eləsin. O siyasəti, o zəhməti sizə elə ki, şamil edib, siz o yolla gedirsiniz. Ordu eləyək ki, Elxan da onun ardıcılığı olsun. Bəli, bu kənddən o münasibət biraz da genişlənsin. Əlaqəni kəsməsin, Əlaqəni kəsməsin. Yoldaşlar belə çox xoş gəliblər bu əziz bayrama. Onlar təşrik gətirib gəlirlər, onlara minnətdarıq. İcazə verirsiniz, mən də bir kəlmə deyim. Çox da fəğır oldum, mənə söz vermə. Danışan qədidir. Birinci bu işi təşkil edənə öz dərin minnətdarımı bildirirəm. Həm də baş əyirəm onların qarşısında. Doğma qardaşlar arasında hərdən bir görsən münasibət pisləşir. Mən bu kollektiv ilə 4 il oxumuşam. 8, 9, 10, 11-ci sinifləri bunlarla qurtarmışam. Bizim bu 4 il içərisində mən bunlar arasında cüzi miqdarda qısa bir-birinə qarşı başqa münasibət görməmişəm. Daimi mehriban olmuşuq, daimi bir-birimizin yolunu gözləmişik. Hətta o dövrdə bizə sinif rəhbərimiz Möhtəməm müəllim oldu. Möhtəməm müəllim bizə dərk deyəndə hətta bizlə bir müəllim ki ilə bərabər, bizlə bir eyni elə bir partiya yoldaşımız da bizə münasibət elə bəsləyirdi. Elə onun hörmətini bizə saxlayırdı. Ona da can sağlığı arzu edirik, uzun ömrü arzudur. Arzu edirəm ki, 50 illiyi də onunla birlikdə biz keçirək. Amin. Allah hamısına can sağlığı versin. Allah uzun ömür. Əvəz müəllim, biz fikirləşmişik, 50 illik deyirsən, biz fikirləşmişik bundan sonra hər 5 ildən bir. Hər 5 ildən bir, Allah əgər canımıza salamatçılıq versə, hər 5 ildən bir biz bu məclisi keçirtməliyik. Çingərkük nə deyir, onu qulaq. Tolşirabeylikdə yeganə badımız vardı, Balanaz. Allah ona da rəhmət eləsin. Onu deyəcək. Bəli, günə-gün olsaydı, o da bizlə burada iştirak edirdi. Nəysə, alınmadı, bəli. Doktor, kalbi aldım bu turşu bu. Bod başlı galiba bu. Taban sinir rəhbəri yox, Metehan müəllim, tədqiq mütərkim var. Metehan müəllimin sabahı 70 yaşı tamam olur. Sabahın ad günü. Onun ad günü münasibətilə təbrik edirik. Onun mabadını evdə təbrik edirik. Bəli, şükür. Allah ona can sağlığı versin. Allah sizə də can sağlığı versin. Hər kimin ürək sözü varsa, onun arxasına oturarlar. Əməli başda söhbət eləyərik. Orada çəkiliş davam eləyəcək. İndi ağıllı təklifdir. gəzintiyə Bax, təkliflər, tərəfdarlıq. Sıratın nolik. bu peşədə bana ospi peşədən ama o zaman Odama da bir odam senden iyi neşkin insan. Ay oldu. Sadif söyleyebilirim. Sabır, ben de sana üstü bol. Allah vaynati makat, tani karşıda. Komba. Onu doğura git ha. Sa Osmanlı çoğunda yatık kesin. Buna balta var. Çoğu da Şöyle bahanki kaykan orada bak. Sarmasın alıyor da belediye bakın boya da. Bas. Nağı diyor nasıl vakasın. Bu da bir tarihtir. Yatta kalan bir tarih. Azerbaycan tarihi. Her bir nöqtənin bir tarixi var. Her bir işin. Çünkü bunlar keçir. Tarihe qeyd edilir. İnşallah.
Burası. Burası yok, burası çoktur. Burası doldurmuyor. Yayda da böyle şey olur mu? Yayda o bulağda olur. Yok. Çok adam. Öyle yer olmaz tarih. O torpağım acı beleydi daha. Belə gedir də. Ha, beleydi. O hamar değildi ki o buydu. Suya da baktı. Bununla oraya arasında en azı 1 metreden 1 metre yarım. Su yenə bura qədər qalxır. Hani görmüşsən suyun. Allah düzeltmez. Torpaq başı. Ora qədər al. Oradan atar da. Oradan elə olsa yaxşı. Buram bu hacıların gölüdür bura. Yani işime baksana. Tabir müəllim bu. Hökumət təqdim elədi bura harası. Məşhur hökumət benim kimdir ki? Ben buraya birinci gəldim. Son biz birinci dəfədə gəlirik. Yox, elə bəval bu yoxdur. Təzəbcə. Çox iridir. Keyif adam. Çox iridir amma maşallah. Bu kənd üçün çox yaxşı olar inşallah. Çox yaxşı olar. İndi biraz daha Balık saklamak olar burada. Ha? Soyuq qalmaz. Yox, elə şeylər də yox. Elə o su getsə kəndə, kənd abadlaşır. Elə bircə o aparanlar üçün yox, ümumi kəndin suyu artır. Hadi sen de karavan kurban.